İsfahanda Rüstəm və Rəxş heykəlinin açılışı olub. Bu, ölkədəki türklər tərəfindən heç də bir mənalı qarşılanmayıb. Tədbir yerli rəsmilərin və dövlət mediasının iştirakı ilə keçirilib və ABD rəsmi reklamlarda İran kimliyinin və milli mifinin simvolu kimi təqdim edilib. Bu son günlər Azərbaycan qubernatorunun ictimai tədbirlərdə türkçə danışmağın iqtidar nümayəndələri tərəfindən etirazla qarşılanması fonunda ölkənin türk əhalisi mədəni və milli fəallar tərəfindən heç də yaxşı qarşılanmayıb. Müşahidçilər İran İslam Respublikasının mədəni və siyasi strukturunda bu iki hadisənin eyni vaxtda baş verməsinin ölkədəki millətləri idarə edən sistemin ikili və ayrıqçı yanaşmalarının göstəricisi hesab edir. Fəallar bu hadisəni İranda yüksəlməyə davam edən fars şovinizminin başqa bir göstəricisi hesab edirlər. Davam edirik. Muğanda fermerlər buğda pullarını ala bilmədiklərinə görə etiraz ediblər. Yerli məlumatlara görə Ərdəbil vilayətində, xüsusən Muğan və Biləsuvar şəhərlərində fermerlərin əhəmiyyətli bir hissəsi dövlət ticarət şirkətinə təhvil verdikləri buğdanın qiymətinin tam məbləğini hələ də ala bilməyib. Kənd Təsərrüfatı Cihadı Nazirliyinin rəsmiləri tələbləri tədricən ödəyəcəklərini vəd etsələr də bir çox fermerlər deyirlər ki, bu kiçik ödənişlər nə istehsal xərclərini ödəyir, nə də onların dolanışıq problemlərini həll edir. Fermerlər toxum, gübrə, yanacağın qiymətinin artdığını əsas gətirərək buğdanın pulunun gecikdirilməsinin onları yeni əkin mövsümü ərəfəsində ciddi böhranla qarşı-qarşıya qoyduğunu bildirdilər. Hökumət məhsulumuzu alıb pulunu ödəməyəndə biz torpağı növbəti əkin üçün necə hazırlaya bilərik? Bank bizdən hissə pul istəyir, amma hökumət öz məsuliyyətindən yayınır deyə etirazçılardan biri deyib. Bəzi Əmkarlar İttifaqı fəalları da xəbərdarlıq ediblər ki, vəziyyət belə davam edərsə, bəzi fermerlər buğdanı dövlət mərkəzinə çatdırmaqdan imtina edərək məhsullarını açıq bazarda sata bilərlər. Sahə mənbələrindən verilən məlumata görə, likvidliyin olmaması, kreditlərin ayrılması zamanı idarə etmənin düzgün aparılmaması, taxıl təşkilatı və dövlət ticarət şirkətinin qərarlarının gecikdirilməsi bu böhranın əsas amillərindəndir. İqtisadi böhranın dərinləşməsi və insanların alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi ilə İran vətəndaşlarının böyük hissəsi vacib ərzaq mallarının təminatından əziyyət çəkir və buna görə də hazırda ölkədəki ölümlərin təxminən 35%-nin səbəbi qida çatışmazlığı ilə bağlıdır. Bu haqda İranın Ruydad 24 xəbər saytı məlumat yayıb. Süd və ət istehlakının azaldılmasından meyvə və tərəvəz çatışmazlığına qədər ölkədəki qida böhranı ictimai sağlamlıq və ailə büdcəsi üçün ciddi problemə çevrilib deyə məlumatda bildirilib. İran Səhiyyə Nazirliyinin bölmə rəisi Əhməd İsmailzadə də Ruydad 24-də verdiyi açıqlamada faktı təsdiq edib. Ölkədə illik ölüm sayı 400-420 min nəfər civarındadır və bunun əhəmiyyətli hissəsi normal qidalanmamaqla bağlıdır. Məlumatda bildirilib ki, süd məhsulları, ət, meyvə və tərəvəz istehlakının azalması, uşaqlar və hamilə qadınlar arasında piyələnmənin artması, zəruri vitamin və mineralların çatışmazlığı ölkə vətəndaşlarının sağlamlığında və gələcək nəsillər üçün ciddi təhlükə yarada biləcək yeni böhrana səbəb olub. Davam edirik. İranın Xuzistan əyalətinin Hüveyzə şəhərində polis qüvvələrinin açdığı atəş nəticəsində 7 yaşlı Zülfüqar Şərifi adlı uşaq ölüb, az yaşlı bacısı isə ağır yaralanıb. Bununla bağlı Karun İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə hadisə yeni qurulmuş nəzarət keçid postunda olan polislərin mini avtomobilinə xəbərdarlıq etmədən açdıqları atəş nəticəsində baş verib. İnsan Haqları Təşkilatının bildirdiyinə görə polis və təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb. Zülfüqar Şərifinin ailəsinin məsələni ictimailəşdirməməsi üçün təhdid ediblər. İranın Qum şəhərində İsrailə casusluq ittihamına görə məhbus edam edilib. Bu haqda İran Ədliyyə Nazirliyinə yaxın Mizan saytı məlumat yayıb. Məlumata görə kimliyi açıqlanmayan məhkum 2023-cü ilin oktyabr ayında İsraillə əlaqəyə başlayıb və 2024-cü ilin fevral ayında saxlanılıb. Bildirilib ki, məhbusun əfv və işinə yenidən baxılması haqqında müraciəti rədd edildikdən sonra İran Ali Məhkəməsi onun edam hökmünü təsdiq edib. Qeyd edək ki, ötən həftə İran prezidenti Məsud Pezeşkiyan parlamentdə qəbul edilən Keşikçilər Şurası tərəfindən təsdiq olunan casusluq cəzasının artırılması qanununun icrası üçün müvafiq qurumlara göstəriş verib. Bu qanuna əsasən casusluq və düşmənlə əməkdaşlıq kimi cinayətlərə görə ölüm cəzasının verilməsi hallarının artırılması nəzərdə tutulub.
Bazar günü, oktyabrın 19-da edama məhkum edilmiş məhbusların ailələri Tehranda İran parlamenti qarşısında etiraz eləmi keçiriblər. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Edama yox, edamı dayandırın. Plakatları qaldıran etirazçılar ölüm hökmlərinin icrasının dayandırılmasını və məhkumların işinə yenidən baxılmasını tələb ediblər. Dinc etiraz eyləmlərini dağıtmaq üçün hadisə yerinə gələn polis qüvvələri etirazçılara qarşı zor tətbiq edib və bir neçə nəfər yaralanıb. Bundan əvvəl isə Kərəcin Qızılhisar həbsxanasında saxlanılan 1500-dən çox məhbus edam hökmlərinin dayandırılması tələbi ilə 6 günlük aclıq eyləmi keçiriblər. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İranda 1165 nəfər edam edilib, onlardan 33-ü qadındır. Xəbərlərimiz davam edir. İran və Amerika heç bir müzakirə prosesinin astanasında deyil. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai mətbuat konfransında deyib. Onun sözlərinə görə son günlər ərzində İran və Amerika arasında vasitəçilər yolu ilə mesaj mübadiləsi baş tutub. Buna baxmayaraq, iki ölkə arasında hər hansı bir danışıqlar prosesindən söhbət getmir. Rusiya İranla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə Qərbin suveren İrana həddindən artıq təzyiq göstərmək üçün heç bir əsası yoxdur. Putinin sözçüsü İranın nüvə proqramı üzrə hərtərəfli birgə fəaliyyət planı ilə bağlı vəziyyətin çox mürəkkəb olduğunu və Avropa İttifaqının qeyri-konstruktiv mövqeyini onu daha da zərginləşdirdiyini vurğulayıb. İran zənginləşdirilmiş uran ehtiyatlarını öz nüvə obyektlərində saxlayır. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi bildirib. Rafael Grossinin dediyinə görə agentlikdə mövcud olan məlumatlar materialın böyük hissəsinin İsfahan və Fordoda bir qədər də Natanzdakı məlum nüvə obyektlərində saxlandığını göstərir. Grossi beynəlxalq müfəttişlərin hələ ki bu nüvə obyektlərinə girişinə İran tərəfindən icazə verilmədiyini bildirib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İranın 400 kiloqramdan çox yüksək zənginləşdirilmiş urana malik olduğunu təxmin edir ki, bu da bir neçə nüvə silahı hazırlamaq üçün kifayətdir. Grossi əlavə edib ki, bu 3 obyekt İsrail və Amerikanın iyun ayında endirdiyi zərbələr zamanı ciddi ziyan görüb. Qeyd edək ki, Tehran nüvə silahı əldə etmək məqsədinin olmadığını bildirsə də, BMT-nin nüvə nəzarət təşkilatının rəhbəri onun potensial imkanları ilə bağlı narahatlıqların tam olaraq aradan qaldırılmadığını deyib. Buraxılışımız davam edir. Bugün 20 oktyabr Zəngilan şəhərinin işğaldan azad olunmasından 5 il keçir. 2020-ci ildə Azərbaycan ordusu Zəngilanı və bir neçə kəndi erməni işğalından azad etdi. Bu xəbər Prezident İlham Əliyev tərəfindən xalqa müraciətlə elan olundu. Zəngilanın azad olunması ilə ordumuz Ermənistan sərhədinə çıxdı. Düşmənə ağır zərbə vuruldu. Beləliklə 20 oktyabr rəsmi olaraq Zəngilan şəhəri günü kimi qeyd olunur. Zəngilanın işğaldan azad olunmasından 5 il ötür. Bugün 2025-ci il oktyabrın 20-sində Zəngilan şəhərinin erməni işğalından azad olunmasının 5-ci il dönümü qeyd olunur. Zəngilan şəhəri və ətraf kəndlər Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-sində başladığı əks-hücum əməliyyatı nəticəsində oktyabrın 20-sində işğaldan azad edilib. Döyüşlərin 24-cü günü Azərbaycan ordusu Zəngilan rayonuna daxil olaraq bir neçə yaşayış məntəqəsini düşməndən təmizləyib. Bu tarixi qələbə barədə xəbəri Prezident Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində elan edib. Prezident Zəngilanla yanaşı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra kəndlərinin azad olunduğunu açıqlayıb. Zəngilanın azad olunması ilə Azərbaycan ordusu Ermənistanla sərhədə çıxaraq strateji üstünlük əldə edib və Ermənistan silahlı qüvvələrinə ağır itkilər verib. Zəngilanın azadlığı münasibəti ilə Azərbaycan Respublikasında Zəngilanın azad olunmasına görə medalı təsis edilib. Həmin əməliyyatlarda fərqlənən hərbiçilər bu medalla təltif olunublar. Prezidentin sərəncamı ilə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi qeyd olunur. Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun şəhər və kəndləri dağıdılıb, dini və mədəni abidələr məhv edilib, təbiəti isə ekoloji terror törədilib. Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli Birlik 2025 birgə regional təlimi davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir. Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı fəaliyyətlərin təşkili üzrə hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi, imkan və bacarıqların inkişaf etdirilməsinə yönəldilib. Azərbaycan və Ermənistan arasında sülh prosesinin nizamlanmasında irəliləyiş regionun siyasi-iqtisadi mənzərəsini dəyişməyə imkan verəcək. Bu fikirləri Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Costa bildirib. Bir müddət əvvəl regional turnedən qayıtmış komissarın sözlərinə görə 10 illiklər boyu ilk dəfədir ki, region Avropanı və Asiyanı birləşdirən ticarət və nəqliyyat yollarını açmaq üçün real imkan əldə edir. Avropadan Çin sərhədlərinə qədər ölkələr bu anın əhəmiyyətini dərk edirlər. Bugün onların hamısı burada, Lüksemburqda toplaşıblar. Bu ilk dəfə baş verir deyə Costa vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə mina təmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyindən verilən məlumata görə Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda Qazax rayonunun işğaldan azad edilmiş Bağanı Sayırım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərində 61 piyada əleyhinə mina, 69 tank əleyhinə mina, 2000 partlamamış hərbi sürsət aşkarlanıb. Dünya gündəmi ilə davam edirik. Amerika prezidenti Donald Trump oktyabrın 17-sində Vaşinqtonda keçirilən görüş zamanı Volodimir Zelenskiyə Rusiyanın təklif etdiyi şərtləri qəbul etməyi tövsiyə edib. Əks halda Ukraynanın tam məhv ola biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə Financial Times qəzeti mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə Trump və Zelenski arasında söhbət bir neçə dəfə mübahisəyə çevrilib. Nəşrin mənbələri bildiriblər ki, Amerika lideri cəbhə xəttini göstərən xəritələri kənara qoyaraq Ukraynanın Donbası tam şəkildə Rusiya verməsi gərəkdiyini israrla vurğulayıb. Görüşdən sonra Zelenski çox mənfi əhvalda idi deyə qəzetin mənbələrindən biri əlavə edib. Volodimir Zelenski Amerika nümayəndəsi Steven Witkoffun ondan müharibəni dayandırmaq üçün Donbasdan qoşunları çıxarmağı xahiş etdiyini təsdiqləyib. Zelenski bu barədə danışarkən bildirib ki, Rusiya Donbasda keçirdiyini iddia etdiyi referenduma əsas gətirərək əraziləri öz konstitusiyasına daxil edib. Utkov deyib ki, bu artıq Rusiyanın konstitusiyasında təsbit olunub. Mən ona izah etdim ki, əgər sabah Putin yenə nəsə əlavə etsə, biz yenə geri çəkilməli olacağıq. Bəs mən Ukrayna konstitusiyasına Rusiya vilayətlərini daxil etsəm, onlar oradan çıxacaqlarmı? Bu işləməyən modeldir deyə Zelenski vurğulayıb. Ukrayna liderinin sözlərinə görə bu mövqe Kiyevin ərazi bütövlüyündən güzəştə getməyəcəyini və müharibənin şərtsiz sülh formuluna əsasən bitməyəcəyini bir daha göstərir. Ukrayna hər il Patriot hava hücumundan müdafiə sistemləri alacaq və artıq bununla bağlı müvafiq müqavilə hazırlanır. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı danışıb. Zelenskinin sözlərinə görə Amerika tərəfi ilə hava hücumundan müdafiə sahəsində lazım olan əlaqələr qurulub. Biz 25 ədəd Patriot sistemi üzrə müqavilə hazırlayırıq. Hesab edirəm ki, bu çox yaxşı bir prosesdir. Asan deyil, amma uzun müddətlidir, Zelenski bildirib.